Salam dostlar, Nicat Xaç kanalına xoş gəlibsiniz. Əgər maşınınız yolda çox yerlənirsə, əyləc zamanı burnu aşağı düşürsə və ya təkərlər qeyri-bərabər yeyilirsə, böyük ehtimalla səbəb amortizatordur. Bu videoda sizə göstərəcəm. Amortizatorun sıradan çıxdığını necə bilmək olar, nasaz amortizatorun avtomobilə ziyanları və bu problemi vaxtında həll etməsək nə baş verə bilər. Amortizator nə iş görür? Bir çox sürücü amortizatorun yalnız rahatlıq üçün olduğunu düşünür, amma əslində amortizatorun əsas işi maşının yolda stabil qalmasını təmin etməkdir. Təkərlərinin yol ilə təmasını saxlamaq, döngələrdə və əyləcdə idarə etməni qorumaq. Əgər amortizator işləmirsə, maşın yolda normal tutmur. Amortizatorun sıradan çıxdığını göstərən əlamətlər. Birincisi, maşının çox yerlənməsi. Eniş yoxuşlu yerlərdən keçəndə maşın 2 və ya 3 dəfə yuxarı aşağı oynayırsa, bu artıq nasazlıq əlamətidir. İkincisi, əyləc zamanı maşının burnu aşağı düşməsi. Əyləc basanda maşın ön tərəfə çox əyilirsə, amortizator artıq gücünü itirib. Üçüncüsü, döngələrdə qeyri-stabillik. Sürətli döngələrdə maşın sanki üzür kimi hiss yaradırsa, səbəb amortizator ola bilər. Dördüncüsü, təkərlərin qeyri-bərabər yeyilməsi. Amortizator nasaz olanda təkər yola tam oturmur və nəticədə rezin qeyri-bərabər yeyilir. Beşincisi isə amortizatordan yağ sızması. Əgər amortizatorun üstündə yağ izi görünürsə, artıq o detal demək olar ki, sıradan çıxıb. Nasaz amortizatorun fəsadları. Bir çox sürücü amortizatoru dəyişməyə tələsmir, amma bunun ciddi nəticələri var. İlk növbədə əyləc məsafəsi artır. Nasaz amortizator əyləc məsafəsini 20%-ə qədər artıra bilər. Sükan idarə etməsi zəifləyir. Xüsusilə sürətli yolda maşın stabil olmur. Digər detallar tez sıradan çıxır. Nasaz amortizator yaylara, şaravoylara, təkərlərə, sükan detallarına və əlavə yük verir. Bəs problemi necə yoxlamaq olar? Sadə test. Maşının küncündən aşağı basın və buraxın. Əgər maşın bir dəfə qalxıb dayanırsa normaldır. Əgər bir neçə dəfə yerlənirsə amortizator zəifləyib. Vizual baxış isə yağ sızması və ya paslanma varsa dəyişmək lazımdır. Amortizator vaxtında dəyişmək niyə vacibdir? Əgər amortizator vaxtında dəyişilsə, maşın daha stabil olur, əyləc məsafəsi azalır, təkərlər də uzun ömürlü olur. Sürüş daha təhlükəsiz olur. Son olaraq, əgər maşınınızda dediyim əlamətlər varsa, amortizatorla yoxlatdırmaq yaxşı olar. Unutmayın, bu detal yalnız konfor üçün deyil, təhlükəsizlik üçün də çox vacibdir. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Görüşənədək.